Azərbaycanın işğaldan azad olunmuş ərazilərində günü-gündən hətta mən deyərdim, həm şagird saylarımız, həm təhsil müəssisələrimizin sayı artır. Hal-hazırda 20 təhsil müəssisəsi, yəni ümumi təhsil və bağça fəaliyyət göstərir və şagird saylarımız 2300 nəfər şagird, 200-ə yaxın az yaşlı uşaq bağçaya gedir. Növbəti ildə bu sayın artıq növbəti 2 ildə bir neçə dəfə artacağını proqnozlaşdırırıq. Çünki cənab prezidentin rəhbərliyi ilə bir çox kəndlərdə və şəhərlərdə məktəblərin tikintisi prosesi ya bitib, ya davam edir və 2026-cı ilə qədər inanıram ki, təhsil sahəsində də biz bir çox yeni təhsil müəssisələrinin fəaliyyətini artıq görəcəyik. Məsələn, xüsusi olaraq qeyd edim ki, artıq Xankəndi şəhərində bu il açdığımız 4 nömrəli məktəb demək olar ki, tam dolub və artıq növbəti il biz ikinci məktəbin açılmasını planlaşdırırıq.